Salam müəllimələr, uzun zamandan sonra sizlər üçün yeni video qeydim YouTube səhifəmdə yer alacaq. İlk öncə hər zamanki kimi qaydamız nədir? Videomuzu bəyənmək, videomuzu öz iş yoldaşlarımız, qrup yoldaşlarımız, MİQə hazırlaşan, sertifikasiyaya hazırlaşan yoldaşlarımızla paylaşmaq və videonu bəyənməyi unutmamaq. Çünki siz nə qədər çox belə videolarımızı bəyənsəz, mən də motivasiya olub sizə daha çox çərçivə sənədində yer alan əsas mövzularımızın sadə, anlaşıqlı formada izahını verəcəm. Bu da məndən sizə söz olsun. Və qeyd edim ki, müəllimlər, hal-hazırda sertifikasiyaya elə də uzun bir müddət qalmayıb və biz hazırlıqlarımıza davam edirik. Bunun üçün sizlər üçün Avqust qrupu yaradılacaq. Avqust qrupu sürətli bir formada olacaq. Hansı ki, dərslərimiz ola bilsin ki, həftədə 4 dəfə təşkil olunsun. Hər bir şey sizi düşünərək daha doğrusu təşkil olunacaq. PDF-lərimiz, testlərimiz hər biri çox anlaşıqlı, sadə formada və sizin imtahanda görə biləcəyiniz formada təşkil olunub. Hər bir şey yenilənib, yenilənmiş qaydada imtahana tam şəkildə hazır formada getmək istəyirsinizsə, bütün çərçivə mövzularını, həmçinin daha sürpriz sualları belə aydın formada başa düşüb imtahanda yüksək nəticə əldə etmək istəyirsinizsə, o zaman 050 869 4162 nömrəsinə yazıb Avqust sürət qrupu üçün qeydiyyatdan keçə bilərsiniz. Bu gün mən sizlər üçün məktəbə qədər yaşlı uşaqların inkişaf xüsusiyyəti, hansı ki bizim çərçivəmizdə yer alır, uşaqların yaş qruplarına görə öyrənmə xüsusiyyətləri haqqında danışacağım və bu mövzunu çalışacağım ki, sizə ən sadə bir dildə izah edim ki, siz bunu imtahanda düşəcəksə, qarşımıza çıxacaqsa, onu ən asan üsullarla tapıb öz balınızı artıra biləsiniz. Birinci növbədə qeyd edim ki, müəllimlər, bizim elə mövzularımız var ki, məsəl üçün fəaliyyətlər mövzusu çərçivə sənədində yer almır və biz fəaliyyətləri imtahanda necə görə bilərik? Müəllimlər ən çox mənə sual verir ki, müəllimə, bəs uşaqların yaş dövrlərinə görə xüsusiyyətləri, inkişaf xüsusiyyətləri, öyrənmə xüsusiyyətləri deyəndə fəaliyyətlər mi nəzərdə tutulur? Əslində belə deyərdim mən sizə. Biz zaten fəaliyyətləri öyrənirik. Yəni öz müdavimlərimin adına deyim ki, biz fəaliyyətləri öyrənirik. Sadəcə necə öyrənirik? Bir var, onu uzun-uzadı formada mən sizə bir dəfəyə verim. Bir də var ki, öyrəndiyiniz, məsəl üçün, fiziki mədəniyyət məşğələsi deyil, onun alt standartlarını bilməyiniz, elə uşağın fiziki inkişafını bilməyiniz deməkdir. Rəsm fəaliyyətini bilməyiniz, elə yaş dövrü üzrə uşağın yaradıcılıq fəaliyyətlərini bilməyiniz deməkdir. Sonra canım sizə desin, uşaqlarda idraki tələbatı bilməyiniz, hansı ki, tələbatlar mövzusunun içərisində yer alır, elə idraki praktik fəaliyyəti bilməyiniz deməkdir. Əşyavi manipulyativ dönəmi bilməyiniz, hansı ki, 1-3 yaş dönəmi üçün xarakterikdir. Uşağın əşyalarla manipulyasiya etməsi, ağzına aparması, xalça təmizləmə dönəmi deyirik. Nə görür ağzına aparır, nə görür kəşf etmək istəyir, nə görür onu toxunaraq hiss etmək istəyir, perseptual hissi qavrayış dönəmi. Yəni, bunları biləndən sonra zaten biz imtahanda onları cavablandıra biləcəyik. Yəni, uzun-uzadı əzbərlərə, ay mən bunu əzbərliyim, mütləq bu belə düşəcək. Yox da, hər dərsi dərindən mənimsəyərək, öyrəndiyiniz hər bir dərsin məzmununu bilərək, siz onsuz da fəaliyyətləri də biləcəksiniz, yaş dövrləri üzrə öyrənmə xüsusiyyətlərini də biləcəksiniz və s. Sadəcə olaraq sizin üzərinizdə düşən nədir? Əzbərçiliyə yox deyib məzmunu anlamaq, məzmunu başa düşmək və bir tərbiyəçi məktəbə qədər yaşlı uşaqların yaş xüsusiyyətlərini bilməklə həm də özünün məktəbə belə deyək, sertifikasiyadan sonra müsahibə mərhələsinə də hazırlamış olur. Ona görə çalışın, siz mövzunu dərindən mənimsədikcə, onu beyninizə yığdıqca nitqinizlə də ifadə etməyi də bacarasınız ki, sabah müsahibə mərhələsində də elə bir çətinliyiniz olmasın. Və inşallah ki, müsahibə mərhələsi baş tutan zaman təbii ki, müsahibə qruplarımız da sizlər üçün öz fəaliyyətində olacaqdır. Amma hələ ki, sertifikasiyaya az bir müddətdə kimlər dəqiq nəticə əldə etmək istəyirsə, sadə, anlaşıqlı və necə deyərlər, qısa formada, uzun-uzadı izahları olmadan mövzunun məğzini başa düşmək istəyirsə, qeyd etdiyim 050 869 4162 nömrəmə ad soyad qeyd edib Avqust qrupu üçün, sürət qrupu üçün qeydiyyatdan keçə bilər. Deməli, müəllimlər, məktəbə qədər yaşlı uşaqların yaş xüsusiyyətləri nə ilə səciyyələnir? Bütün yaş qrupları üzrə nə deyə bilərik? Təbii ki, hər bir yaş qrupunda uşaqlarda
sensor inkişaf da gedir, fiziki, idraki, emosional, estetik inkişaf da gedir ki, o cümlədən uşaqların müəyyən bir yaş qruplarında həssas dönəmləri də olur ki, bu dövrlər uşaqlar üçün fundamental, yəni bünövrə rolunu da oynamış olur. Bəs yaxşı, hər bir yaş dövrü üçün uşaqların fiziki inkişafına verilən tələblər necə dəyişir, idraki inkişafına verilən tələblər necə dəyişir, emosional cəhətdən onlar necə dəyişilir və yaxud estetik cəhətdən maraqları, fikirləri necə dəyişir? İndi onların hamısını bir yerdə nəzər yetirək. Yeri gəlmişkən, gördüyünüz bu PDF bizim Artinin bizə çərçivə sənədinin aşağısında o göy hissələr var, mavi hissələr var. Həmin hissələrdə qeyd olunan PDF-lərdən biridir və bu PDF orada yer alırsa, deməli bu PDF-dən mövzuların imtahanda qarşımıza çıxma ehtimalı %99%-dir. Və mən də bugün bu PDF üzərindən sizə üzündən oxumadan əsas hissələri başa salacağam. Deməli, müəllimlər, 1-2 yaş dönəmi üçün birinci başlayaq. Uşaq 1 yaşın, yəni 1-2 yaşda nələr edəcək? Biz bilirik ki, 1-2 yaş dönəmi manipulyativ dönəmdir. Nədir manipulyasiya? Yəni, əşyaları anlamağa, qavramağa çalışdıqları dönəmdir ki, burada uşaqlar əşyaları tanımağa, dərk eləməyə çalışır. Bu dönəm bir növ sensor təcrübə dönəmidir. Sensor təcrübə nə idi? Uşaq əşyanı manipulyasiya edərək, ağzına apararaq toxunur, bərkliyini, yumşaqlığını, soyuqluğunu, istiliyini neyniyir? Qavramağa çalışır. Yəni, perseptual hissi qavrayış dönəmidir. Bu dönəmdə uşaqlarda idraki praktik fəaliyyət olmadığı üçün əşyəvi manipulyativ fəaliyyət onların idraki inkişafına gedən yolda bir bünövrədir. Bir daha deyirəm, bu dövr sensor təcrübə dönəmidir. 1 yaşına qədər uşaqlar burada nəyi bacarır? Onlar əşyalarla oynayır, yavaş-yavaş gəzir, danışır, kommunikativ ünsiyyət deyirik. Yəni, hansı ki, o qığıldayaraq danışmalar bu dönəmdədir. Artıq uşaqda, məsəl üçün 1-2 yaş dönəmində ən çox da nə var? Əyani obrazı dərk etmə var. Bu nə deməkdir? Əyani obrazı dərk etmə o deməkdir ki, məsəl üçün uşağın qələmlə ilk tanışlığı, uşağın kitabla ilk tanışlığı, bu daha çox nə adlanır? Əyani obrazı dərk etmə. Bir var əyani obrazı təfəkkür, bir də var əyani obrazı dərk etmə. Əyani obrazı dərk etmə, uşağın onu vizual olaraq görüb qavraması deməkdir. Yəni, hələ onu görünüş olaraq tanıması və dərk etməsi dönəmidir ki, bu da buradadır. Daha sonra bu yaş dönəmində artıq 2 yaşa keçid edəndə uşaqların fiziki inkişafında onların çəkisi, boyu, ümumilikdə baxsaq, uşaqlarda bir növ inkişaf get-gedə sürətlənməyə başlayır və uşaqların hər ay çəkiləri 170-190 qram artır, boyları isə 1 sm artaraq uşaqlarda ümumilikdə çəki 12 və 12,7 kiloqrama qədər qalxa bilir, boyu isə 85-86 sm olur. Süd dişi isə 20 dənə süd dişi uşaqda çıxmış olur. Yəni, uşaqların ən intensiv fiziki inkişaf dövrü məhz uşaqların körpəlik dövrünə, yəni 1-2 yaş dönəminə təsadüf edir. Və əşyəvi manipulyativ dövr dediksə, deməli, əşyəvi manipulyativ dövr onların ünsiyyətini də təkmilləşdirəcək. Hardasa 1 yaşa qədər uşaqlarda 10-20 söz, artıq 1 yaş yarımlıqdan 2 yaşa qədər, belə deyək, 1 yaş yarımlığına qədər 30-40 söz, artıq 2 yaşın tamamında isə uşaq 300-ə qədər sözü mənimsəyir və onu nitqində istifadəyə verir. Daha sonra 1-2 yaş dövründə fundamental baza olaraq düzgün inkişafı uşaqların lazımdır ki, növbəti mərhələlərdə də uşaq düzgün formada inkişafını ardıcıl formada apara bilsin. İstəyirəm bir də təkrarlayaq müəllimlər. Deməli, bizim 1 yaşa qədər uşaqlarımız nələri bilir? Gəzməyi, danışmağı, əşyalarla manipulyasiya etməyi. Daha sonra 2 yaşda artıq uşaqlarda çəki nə qədər olur? Çəkisi artıq 12, 12,7, boyları 85-86 və 20 süd dişi uşaqlarda artıq hazır vəziyyətdə olur. Daha sonra növbəti mərhələmiz artıq 2-3 yaş dönəmidir ki, 2-3 yaş dönəmində artıq uşaqlarımızda nələr var? 2-3 yaş dönəmində artıq uşaqlarımız, belə deyək, daha çox burada bizim açar sözümüz var. Necə ki, motivasiyanı M-larla yadımızda saxlayırıq. 2-3 yaş dönəminin inkişaf xüsusiyyətində M hərfi ilə yadda saxlayaq. Məsəl üçün, birinci, uşaqların müstəqil fəaliyyətə
can atması, onların artıq müşahidə, müqayisə mövqeyində olmaları bura aiddir. Onlar nəyi müşahidə edəcək? Təbii ki, əşyaları. Nəyi müqayisə edəcək? Yenə təbii ki, əşyaları. Deməli, uşaqlarda artıq əşyaları həm əlaqələndirmə, həm fərqləndirmə, bol-bol suallar vermə müşahidə olunacaq və təbii ki, onların sual verməsi çox gözəl bir haldır. Uşaqda idrakin inkişafının təzahürüdür. Ola bilər ki, biz böyük olaraq bəzən bezə, indi necə deyirlər, səmimi olaq, bezə bilərik. Bizə eyni sualın verilməsi bizi yora bilər, amma biz uşaqların suallarına cavab verməliyik. Çünki onlar üçün hər şey maraqlıdır. Bizim üçün də həmin yaş dönəmində hər şey maraqlı olub. Yəni, özümüzü görmədiyimiz üçün o yaş dönəmində təbii ki, bizə biraz qeyri-adi gələ bilər və yaxud bizə çox yorucu gələ bilər. Amma normal qarşılayıb onların suallarına cavab vermək lazımdır. Çünki onlar üçün hər şey maraqlıdır, kəşf etməyə çalışırlar və kəşf etdikcə onların beynində suallar yaranır. Nə üçün, niyə, hara, kim, bu kimi suallar, hətta belə deyim, eyni formatlı sualları bir neçə mərhələdən ibarət təkrar da bizə verə bilərlər. Uşaqlar bir növ, bu da təbii bir haldır. Yəni, məsəl üçün, uşaqdır, bizə gəlir, bir dəfə deyirsən, bu deyir, bu nədir? Deyirsən, qazan qapağıdır. Gəlir bir də deyir, bu nədir? Deyirsən, qazan qapağıdır. Yəni, təkrar o sualları verir. Niyə görə? Çünki qavramağa çalışır. Sonra uşaqları biz səbirlə cavablandırmalıyıq. Çünki bu onların inkişafının əsas göstərici amilidir. Bu dövrdə nə baş verir? Bu dövrdə uşaqlar zaman şəkilçilərindən istifadə edə bilirlər, fe'l şəkilçilərindən, hal şəkilçilərindən, yəni qismən yerli yerində istifadə edə bilirlər. Bu o deməkdir ki, uşaqlarda nitqin qrammatik quruluşuna yiyələnməsi öz təzahürünü göstərir. Yəni hətta uşaqlar tələffüzlərində tembrlərini fərqli göstərir, fərqli emosiyaları belə müəyyən edir. Bu dövrdə uşaqlar başlayır şeir əzbərləməyə, nağıllar öyrənməyə və situativ olaraq öz eşitdiklərini rabitəli şəkildə danışırlar. O cümlədən uşaqlar artıq musiqini dinləyir, hətta özləri belə mahnı oxuya bilirlər və bu da onlarda səs tempini fərqləndirməyə, necə deyərlər, özünün və digərlərinin səs templərini də fərqləndirməyə şərait yaradır. Bu dövr uşaqların bir növ özü ilə fəxr etdiyi dövrdür. Bir şeydə ki, müstəqil sözü ilə başladıq cümləmizə. Müstəqil fəaliyyət təbii ki, özünü qabartmaqla səciyyələnə bilər. Uşaq artıq mən konsepsiyasına yiyələndiyi üçün, mən konsepsiyası nədir? Mən konsepsiyası bir böhran dövrüdür. Mən konsepsiyası bir növ uşaqlarda mənkilik olan yerdə uşaq özü ilə fəxr etməlidir. Məsəl üçün, səliqəli geyinirsə, qəşəng geyinirsə, neyniyir? Fəxr edir. Hər hansısa bir oyuncağı düzgün onunla oyuncaqları rəftar edəndə, məsəl üçün, ona qarşı olan rəftarı ilə fəxr edir. Daha sonra uşaqlarda artıq burada bir tapşırığın öhdəsindən gələndə, özü geyinəndə fəxr hissi özündə formalaşır ki, mən etdim, mən bacardım. Təbii ki, bunun özü də uşağın özü ilə fəxr etməsi ilə səciyyələnir. Və böhran nədir bu dönəmdə? Böhran bilirik ki, uşaqların ən aqressiv, ən belə emosional dönəmidir ki, bizdə 2-3 yaş dönəmi dedik axı. 3 yaş onun böhran dövrünü şərtləndirən bir amildir və burada artıq uşaqlar mən və sən anlayışı arasındakı fərqi görə bildikləri üçün əşya mübadiləsi aparmaqda, əşyaların paylaşılmasında emosiyalarını cilovlamaqda çətinlik yaşayır. Və bu dövrdə təbii ki, biz uşaqlarla nəzakətli, mülayim şəkildə danışmalıyıq, onlara bir növ yol göstərməliyik, paylaşmağın, bölüşməyin nə qədər gözəl bir mənəvi keyfiyyət olduğunu nazik formada, nəzakətli formada izah etməliyik. Və 1-3 yaş mən konsepsiyası dövrü olduğu üçün uşaqlar müstəqil fəaliyyət göstərmək istəyir. Lakin biz onlara müstəqil seçimlərinə, qərarlarına, sərbəst yerinə yetirmələrinə şərait yaratsaq belə, yenə də uşaqlar bir balaca aqressivlik göstərir. Yəni, yenə də hisslərini cilovlamaqda əziyyət çəkə bilərlər. Təbii ki, biz yenə də onların qayğısına qalmaqla, nəzakətli davranışlarımızla bu dönəmin, böhran dönəminin rahat şəkildə keçməsinə, uşaqların bu dönəmdən rahat bir formada adlamasına şərait yaradacağıq. Adətən 1-3 yaşlı uşaqlarda hərəkətli oyunlar
daha çox aktiv olur. Belə deyək, onlar daha çox hərəkətli olurlar. Bir yerdə dayanmırlar, enerjiləri bol olur. Məlum məsələdir ki, biz onlara qaçma, yerimə demək əvəzinə onların hərəkət fəaliyyətini təmin etməliyik. Buna şərait yaratmalıyıq. Sadəcə olaraq dəstəkləyici mühiti qorumalıyıq ki, uşaqlar yıxılmasın, hansı ki, zədələnməsin. Qalan hallarda onlara öz balanslarını, öz koordinasiyalarını qoruması üçün hərəkət fəallıq şərti olaraq qorunmalıdır. Buna görə də onların hərəkət fəallığının qarşısını almaq heç bir zaman düzgün qəbul edilməyəcəkdir. Və 2-3 yaşında uşaqlarda artıq boy 95-96 sm, döş qəfəsi artıq uşaqlarda 52 sm-dir. Uşaqların söz bazasında 1200-1500-ə qədər söz olur. Uşaqlarda yadda saxlama bacarığı və yaxud hər hansı bir hadisəni yada salma bacarığı inkişaf edir. Uşaqlarda gördükləri, eşitdikləri hadisələri danışmaq inkişaf edir. Uşaqlarda belə deyək, çoxlu suallar vermə, daha sonra uşaqlarda mən konsepsiyası, digər insanlarla dialoqa girmə, uşaqlarda nitq etiketlərindən istifadə etmə, daha sonra uşaqlarda detalları fərqləndirmək, adlandırmaq bacarığı, sadə riyazi təsəvvürlərə malik olma bacarığı, uşaqlarda ölçüsünə görə əşyanı seçmə bacarığı və dairəvi əşyaları adlandırma bacarığı formalaşır ki, bunlar da 2-3 yaşın xüsusiyyətləridir. Yəni 1-3 yaş dönəmi üçün uşaqlarda inkişaf xüsusiyyətləri bu formada yadımızda qalsa kifayətdir. Daha sonra keçid edirik artıq 3-6 yaşlı uşaqların inkişaf xüsusiyyətlərinə. Bu PDF-i əldə etmək istəyən müəllimlər bizim ödənişsiz təlim qrupumuz var. Həmin təlim qrupunda paylaşacağam. Həmin təlim qrupuna keçid edib oradan əldə edə bilərsiniz. Və yaxud şəxsi mənlə əlaqə saxlamaq istəyənlər də videonun başında qeyd etdiyim nömrəyə yazıb məndən dəstək istəyə bilər. Mən bu videonu ataram təbii ki, həmin müəllimələrimizə. İndi isə 3-6 yaşlı uşaqların inkişaf xüsusiyyətləri. İndi gəlin 3-4 yaşlı uşaqların fəaliyyətlərinə baxaq. 3-4 yaşlı uşaqlarda inkişafın daha sürətli olduğunu görə bilərik. Belə ki, həm zehni, həm fiziki cəhətdən fundamental dövr məhz elə 3-4 yaş dövrüdür. Və bu yaş dövründə artıq uşaqlarda necə deyək, inkişaf sürətli formada gedir. Necə? Yəni onlar artıq sürətli formada həm zehni şəkildə, həm fiziki şəkildə inkişaf edir. Burada nələri bilmək lazımdır? Burada bilmək lazımdır təsviri metodika məşğələsində orta qrupda nələr var idi? Yapmada, quraşdırmada, bəs aplikasiyada orta qrup üçün hansı fəaliyyətlər var? Yəni onları gətirib qoysaq bura, görərik ki, doğrudan da orta qrupda hansı fəaliyyətlər olmalıdır. Lakin inkişaf xüsusiyyətlərinə verilən digər tələblərdə də görə bilərik ki, uşaqların motor inkişafının ən dinamik mərhələsi elə 3-4 yaş mərhələsidir. Uşaqlarda belə deyək, boy, çəkinin artması ilə yanaşı uşaqlarda motor qabiliyyətləri də artır. Rahat şəkildə uşaqlarda böyük motor bacarıqlarını, məsəl üçün bir xətt üzrə gəzmək, hoppanmaq, qaçmaq, tarazlığı qorumaq, sonra topu atıb tutmaq, bunların hamısını burada görürük və topu atıb tutmaq daha çox böyük motor bacarıqlarında öz əksini tapır. Kiçik motor bacarıqlarında isə paltarını soyunsun, geyinsin. Niyə görə kiçik motordur? Çünki paltarı soyunub geyinmək üçün bizə əllər lazımdır. Əllər də hər zaman incə motor, kiçik motor olaraq özünü göstərir. Daha sonra kitabı səhifələməyin özü, məsəl üçün, kiçik motor bacarığıdır. Qaçdan istifadə etmək ilə orta qrupdan başlayır, bilirsiniz, aplikasiya fəaliyyətində. O cümlədən uşaqlarda ən gözəl imitasiya dövrüdür 3-4 yaş qrupu. 3-4 yaş qrupu uşaqlarda daha çox rollu oyunlar burada özünü göstərir. Artıq uşaqların şeirə, bədiliyə daha da marağı artır. 2-3 yaş dövründə, belə deyək, artıq uşaqlarda tutaq ki, deyirəm, nağıl şeir əzbərliyi isə burada artıq daha da dərinləşir, daha çox praktik qabiliyyətləri o cümlədən artır. Uşaqlar fəaliyyətləri, necə deyim, səhvlər edə bilərlər müəyyən bir fəaliyyətlər zamanı, amma biz onların səhv etməsinin qarşısını almamalıyıq. Çünki bu onların müstəqil fəaliyyətinə zərər gətirə bilər. Təbii ki, 2-3 yaş dönəminə
3 yaş böhranı təsadüf etdiyi kimi bu dövrdə də böhran dönəmi qalmaqdadır. Hələ də müstəqil fəaliyyət özünü göstərir. Müstəqil fəaliyyətdə biz onlara dəstək olmalıyıq. Onların şəkilləri bir o qədər aydın əks etdirməməsinə baxmayaraq biz onlara motivasiya verməliyik, stimul verməliyik və daha da yavaş-yavaş təkmilləşdirdiyini görə bilərik. Yəni bir növ 3-4 yaş üçün qısalaşdırsam, əsas hissələr desəm, artıq bu yaş dönəmində uşaqlarda idraki cəhətdən onlar həndəsi fiqurları adlandıracaq, məkan və zaman anlayışlarını fərqləndirəcək, böyüyün göstərişi ilə tədqiqat üsullarından istifadə edəcək. Uşaqlarda çəki 17, boyu 100-102 sm, döş qəfəsi 53 sm-dir. Uşaqlarda artıq baş, beyin quruluşu funksiyası inkişaf edəcək. Uşaqlarda idraka maraq formalaşacaq. Uşaqlarda əyani əməli üsulla bağlı məsələ həll edə bilmə bacarığı yaranacaq. Uşaqlar artıq 3 yaş dövründə böhrandan yavaş-yavaş çıxmağa başlayacaq. Uşaqlarda səliqəli rəngləmə, fikirlərini sərbəst ifadə etmə, ilkin kommunikativ bacarıqlar, verbal və qeyri-verbal ünsiyyət formalaşacaq. Uşaqların oyuncaqların və əmək alətləri ilə iş üsullarının tətbiq bacarığı formalaşacaq. Özü, ailəsi, vətəni haqqında artıq burada suallara cavab verəcək. Əşyalarla 3 dairəsində riyazi əməliyyatları yerinə yetirəcək. Daha sonra ətraf aləmdə baş verən hadisələri münasib adlandırmağa başlayacaq. Bunlar hamısı 3-4 yaş dönəmində qarşımıza çıxacaq məqamlardır. Bundan əlavə 3-4 yaş dönəmi üçün deyə bilərik ki, artıq uşaqlar fərqli fəaliyyət növləri üzrə müxtəlif bacarıqlar nümayiş etdirməyə də başlayacaqlar. Bu bizim artıq 3-4 yaş dönəmimizin xarakteristikası olaraq özünü göstərəcəkdir. Gəlirəm 4-5 yaşa. 4-5 yaşda uşaqlar baxaq görək nə edir? Bu yaşda uşaqlarda artıq dostluq, yoldaşlıq, maraq, emosional hisslərin idarə olunması, bir növ böhran dövründən artıq tam olaraq çıxma, o cümlədən uşaqlarda idraki inkişaf davam edir. Yenə də burada süjeti rollu oyunları görürük. Hətta sizə belə bir şey deyim, biz oyun fəaliyyətinin ən aparıcı fəaliyyət olduğunu elə 4-5 yaş dönəmində görürük. Uşaq artıq analiz edir, analogiya üzrə fikir yürüdür, əşyaları formasına, xassəsinə diqqət yönəldir, səbəb-nəticə əlaqəsi gətirir, ətraf aləmlə kontaktda olub söhbət edə bilir, emosional vəziyyət bir növ məsuliyyətli olmağa başlayır. Hər cür oyunlar bu yaşda önəm daşıyır. Oyunun ən aparıcı fəaliyyət kimi önə çıxması buradadır. Mütərrüc oyunlar var ki, məsəl üçün uşaqlarda özünü aparma, qaydanı gözləmə bacarığını təkmilləşdirir. Didaktik oyunlar uşaqlarda müşahidə etmə qabiliyyətini artırır, öyrənmə prosesini asanlaşdırır. Bu formada yadımızda saxlayaq. Daha sonra 4-5 yaş qrupunda uşaqlarda, məsəl üçün rəsmdə bilirsiniz hansı ki aplikasiyada tüklü faktoru inkişaf edir, hərəkətli konstruksiyalara üstünlük verilir, uşaqlar müxtəlif tədqiqat vasitələrini fərqləndirir, çəki olaraq 15-20 kilo arasında dəyişir çəkiləri, boyları 108-110 sm, döş qəfəsi 54 sm olur. Artıq həndəsi fiqurları fərqləndirir, məkana görə həm özünün, həm əşyanın yerini müəyyənləşdirir, zamana görə hərəkətlərin ardıcıllığını təyin edə bilir. Artıq uşaqlar böyüklərin beyin çəkisinin 90%-ni təşkil edir. Uşaqlarda qaydalı oyunlar, mütərrüc oyunlar vacib götürülür. Uşaqlar hər hansı bir mövzu üçün səbəb-nəticə əlaqəsi gətirə bilir. Uşaqlar oyun zamanı, ünsiyyət zamanı qaydaları gözləyir. Əmək bacarığı, vərdişi dəstəklənir. Dekorativ rəsm, sadə kompozisiyalar qurur, əşyalarla 5 dairəsində riyazi əməliyyatlar yerinə yetirir və s. və ilaxır. Yəni burada yer almayan digər əsas məqamları da diqqətinizə çatdırıram ki, sabah imtahanda deməyək ki, biz bunlar haqqında məlumatsız idik. Çünki bəzən artı bizə qısa formada verir, amma imtahanda onu daha da dərinləşdirir. Çünki bizim inkişaf sahələri elə birinci mövzumuzdur. Məzmun standartları birinci mövzumuzdur. Biz onları bilməsək, uşağın yaş dönəmini də bilmərik. Çünki elə yaş dövrümüzdə öyrənmə xüsusiyyətləri deyəndə birbaşa onlar da nəzərdə tutulmalıdır. Yəni biz bilməliyik ki, uşaq iki oxşar əşyanı harda seçir? Biz bilməliyik ki, dairəvi əşyanı harda adlandırır? Yəni biz bunları bilməsək, standartları bilməsək, yaş qrupu üzrə fəaliyyətləri
Yəni həmin standartları, məşğələləri bilməsək, bizim öyrənmə xüsusiyyətini bilməyimiz mümkünsüz bir şeydir. Mən gedim əzbərləyim ki, hə bu budur, vəsiyo. O artıq mənim sabah nəticəmə təsir edəcək. Amma məzmunu bilməyim üçün sistemli ardıcıl şəkildə proqram üzrə məlumatlara yiyələnməyim gərəkdir. Bu belə. Uşaqlarda söz bazasının zənginləşməsi, diqqət, məsuliyyətin formalaşması da 4-5 yaşda özünü göstərəcəkdir. Gəlirəm 5-6 yaşa. Artıq uşaqlarda fiziki inkişafda belə deyək, bu dönəm üçün ciddi şəkildə dəyişikliklər özünü göstərəcək. Onların fəaliyyət forması zənginləşəcək, rəngarəng olacaq. Uşaqlarda bu dönəmdə sosial standartlaşdırılmış nitq dövrü var ki, sosial standartlaşdırılmış nitq dövrü də uşağın nitqinin sosial, yəni kütlə içərisindəki standartlara cavab verməsi deməkdir. Yəni bu nədir? Uşaq ətraf aləmlə ünsiyyətdə, sosiallaşmaqda, necə deyərlər, artıq əziyyət çəkməyəcək. Bu dövr uşaqlarda artıq sosial standartlaşmış nitq dövrüdür. Nitqin həm qrammatik, həm semantik cəhətdən uşaq tərəfindən düzgün istifadəsidir. Və bu dövrdə 5-6 yaş dönəmində sensor etalon dövrüdür. Məsəl üçün, sensor mədəniyyət 4-5-dədir. Sensor mədəniyyət 4-5-dədir. Sensor etalon 5-6 yaş dönəmindədir. Artıq təsəvvürlər genişlənir, təxəyyül psixoprosesi burada əsasdır. Onlar artıq hekayəni əzbər yox, hekayəni qurur yaradır. Yaradıcılıqları var, kreativlikləri var. Kreativlik səriştəsi varsa, deməli 5-6 yaş dönəmində bütün səriştələrin formalaşması bu yaşdan başlayır. Yəni bildiyiniz əyani obrazlı dövr məhz elə 5-6 yaş dövrü üçün səciyyəlidir. Bəs 5-6 yaş dönəmində nəyə diqqət etmək lazımdır? Uşaqlarda müəllimlər ali sinir fəaliyyəti var və ikinci siqnal sistemi, yəni şərti səmtləşdirici reflekslər bu dövr üçün daha təkmilləşir. Çünki periferik sinir sisteminin idarəsi induksiya olaraq 5-6 yaş dövründə daha geniş vüsət alır və bu deməkdir ki, uşaqların sağlamlıq müqaviməti, müvazinəti bu dövrdə çox ciddi şəkildə təqib olunmalıdır. Yəni şərti reflekslər formalaşdırılmalıdır ki, bu getdikcə sadə reflekslərə, sonra isə mürəkkəb reflekslərə doğru keçid edə bilsin. Yəni şərtidən sadəyə, sadədən mürəkkəbə keçid edə bilsin. Yox, əgər şərti refleksləri biz uşaqlarda düzgün formalaşdırmasaq, onlarda ləngimə prosesi baş tutacaq və bu da uşaqların öz müvazinətini idarə edə bilməməsinə gətirib çıxaracaq və nəticədə onların belində əyilmələr, baş hissəsinin aşağı olması, çiyinlərin əyilməsi, bir-birinə yaxınlaşması, sinənin çökməsi, sümük sisteminin inkişaf etməməsi ilə özünü göstərəcək. Çünki bu yaş dönəmində uşaqlarda hələ tam sümük formalaşmadığı üçün, qığırdaqlardan ibarət olduğu üçün onlar özlərini hansı formada necə deyim, tərənnüm etsələr, elə o formada da onlarda inkişaf edəcək. Buna diqqət yetirmək lazımdır. Artıq bu dönəmdə uşaqlarda nitq hər tərəfli inkişaf edir, sözləri düzgün tələffüz edir, rabitə nitqi formalaşır, hekayələr qura bilirlər. Uşaq artıq kifayət qədər sosial olmalıdır bu yaş dönəmində. Uşaqda artıq 10 dairəsində riyazi əməliyyat yerinə yetirmək bacarığı olmalıdır. Əşyanı formasına, ölçünə, sayına görə qruplaşdırma bacarığı olmalıdır. Çəkisi 21 kilo yarım, 22 kilo olmalıdır. Boyu 110-116 sm. Döş qəfəsi 56-57 sm olmalıdır. Baş beyin qabığı tam formalaşır. Uşaqlarda kollektivçilik, həmrəyçilik formalaşır. Xarakteri formalaşmağa başlayır. Çətinlik çəkmədən motor bacarıqlarını tətbiq edirlər. Uşaqlarda bədii mədəniyyət, estetik şüur formalaşır. Sensor etalonu bayaq dedim. Uşaqlarda belə deyək, həndəsi fiqurları fərqləndirib qruplaşdırmaq bacarığı, məkana, zamana görə ardıcıllığı gözləməklə anlayışı tətbiq etmək. Uşaqlar erkən yaş dövrü nitqini aktiv inkişafı ilə artıq burada özünü xarakterizə edir. Yəni anlayacağınız uşağın belə deyək də məktəbə qədər dövr üçün təkmilləşdiyi dönəm ilə 5-6 yaş dönəmi olaraq özünü göstərəcəkdir. Burada da tərbiyəçi müəllimlərə tövsiyələr qeyd olunub, hansı ki, nədir bu tövsiyələr? 3-6, daha doğrusu üzr istəyirəm, 3-4 yaşlı uşaqlarda ekspansiv nitq, yəni açıq sözlüyü özünü göstərir. Hansı ki, onlar nə danışdıqlarını təhlil etmədən, analiz etmədən elə birbaşa bizə deyirlər. Bu da özünü ekspansiv olaraq göstərir. Yəni bu yaş dövründə onlar
hərəkətləri müəyyən nəticələrə gətirir ki, və özləri üçün davranış məhdudiyyətləri yaratmağı öyrənirlər. Buna da biz diqqətlə yanaşmalıyıq. Artıq 4-5 yaşda uşaq özünü qüdrətli hesab edir, istənilən yeni problemin həllinə çalışır. Kiçiklərdən fərqli olaraq bu yaş qrupunda bu yaş qrupunda olan uşaqlar bütün iştirakçıların qarşılıqlı anlayışını tələb edən mürəkkəb qrup oyunları oynayırlar. Onlar bir-birinin fikrinə şərik çıxır, öz hissləri ilə digər insanların hissləri barədə danışa bilirlər. Bu mərhələnin təsəvvür, yaddaş, diqqət, təxəyyül və qavrayışın inkişaf etdiyi bir mərhələ olduğu üçün onlara yanlış hərəkətlərə yol verməmək və bu təbii prosesi diqqətli şəkildə izləmək lazımdır. Artıq uşaqda 5-6 yaş dönəmində boyu ona lazım olacaq mühüm keyfiyyətlərə yiyələnir. Yəni 5-6 yaş dövrü uşaq üçün həyatı boyu ona lazım olacaq mühüm keyfiyyətlərə onu sahib edəcək bir dönəmdir. Belə ki, böyüklərlə qarşılıqlı anlaşmaya əsaslanan şəxsi ünsiyyət qurur, onların danışıqlarını anlayır, öz fikrini onlara başa salır, öz şəxsi keyfiyyətləri haqqında böyüklərin fikrini bilmək istəyir. Bu cəhətlərə diqqət yetirilməsi vacibdir. Unutmaq olmaz ki, məktəbə qədər yaşlı uşaqların skeleti əsasən qığırdaq toxumalarının, hansı ki, bayaq qeyd etdim, ibarət olduğu üçün uşağı həddindən artıq ayaq üstə saxlamaq olmaz, çox oturtmaq olmaz, boyuna uyğun olmayan avadanlıqlardan istifadə etməyə imkan vermək olmaz. Əgər əməl olunmazsa, uşaqların qaməti düzgün inkişaf etməyəcək. Bu da onlarda sümüklərin inkişafına, qan dövranına və tənəffüsünə mənfi təsir edəcəkdir. Yəni, uşaqların yaş dövrləri üzrə inkişaf xüsusiyyətləri bu qədərdir, müəllimlər. Digər videolarımızın da çərçivə sənədində yer alacaq digər mövzularımızın da bu şəkildə sadə, anlaşıqlı formada izahını istəyirsinizsə, kanalımıza abunə olmağı, videonu öz iş və qrup yoldaşlarınızla paylaşmağı, həmçinin videonu bəyənməyi unutmayın. Əgər ürəyinizdən keçərsə, şərh bölməsində şərhinizi də əlavə etməyi unutmazsınız ki, videomuz daha çox müəllimənin, daha çox həmkarınızın qarşısına çıxsın və onlar da bu şəkildə olan videolardan yararlansın canlar. İnşallah növbəti videoda görüşmək üzrə. Allaha əmanət olun. Hər birinizə uğur arzu edirəm. İnşallah bu imtahan sizin üçün uğurlu və düşərli olar. Hər biriniz sevib seçdiyiniz vəzifənizdə daimi şəkildə çalışaraq uşaqlara öz töhfənizi verə biləsiniz. Təşəkkür edirəm diqqətiniz üçün.